Gəlin sizlərlə birlikdə sisli bir gün batımında Bakı bulvarında gəmi gəzintisinə çıxaq və bu gözəl mənzərəni seyr edərkən biraz söhbətləşək. Lakin ilk öncə Bakı bulvarındakı gəmi gəzintisi ilə bağlı bir neçə məlumat vermək istəyirəm. Gəmi gəzintisinə başlamazdan əvvəl İlk növbədə bilet almalıyıq. Bunun üçün Bakı Dəniz Vağzalının yaxınlığındakı kassaya yaxınlaşırıq. Biz buradan rahatlıqla biletimizi ala bilərik. Biletlər iki kateqoriyaya bölünür. Standart bilet və VIP bilet. Standart biletin qiyməti 5 manat, VIP biletin qiyməti isə 10 manatdır. Biz standart bilet seçdik. Müşahidə etdiyimizə görə VIP biletin əsas üstünlüyü gəminin ikinci mərtəbəsinə giriş imkanı verməsidir. Bu hissədə siz rahat əyləşə bilərsiniz, həm də mənzərəni daha geniş bucaqdan izləyə bilərsiniz. Mənim fikrimcə, standart biletlə VIP bilet arasında elə də böyük bir fərq yoxdur. Əsas fərq ondan ibarətdir ki, standart bölmədə insanlar daha çox olur və xüsusilə sıx vaxtlarda ayaq üstə dayanmaq lazım gələ bilər. Əgər orta hissədə otursanız, qarşınızdakı insanlar mənzərəni bağlaya bilər. Kənar tərəfdə yer tapsanız, mənzərəni daha rahat izləyə bilərsiniz. Əks halda isə ən yaxşı seçim ayaq üstə dayanaraq dənizi və şəhərin gözəl görüntülərini seyr etməkdir. Bu videoda gördüyünüz kadrlar da ayaq üstə dayanaraq çəkilib. Mənzərə baxımından isə düşünürəm ki, standart bilet də kifayət qədər yaxşı təcrübə təqdim edir və əlavə ödəniş etmədən də Bakı bulvarının gözəlliyini rahatlıqla izləmək mümkündür. Bileti aldıqdan sonra kassadan çox uzaqlaşmağınızı məsləhət görmürəm, çünki gəmi hərəkətə başlamazdan əvvəl növbə yaranır və siz hələ 35-40 dəqiqə vaxt var, biraz gəzib qayıdaram deyə düşünsəniz, geri qaydanda kifayət qədər uzun növbə ilə qarşılaşa bilərsiniz. Bu isə istədiyiniz yeri tutmaq şansınızı xeyli azaldır. Hansı yerlər boş qalsa, məcbur həmin yerlərdə əyləşməli olacaqsınız və ya ayaq üstündə qalmalı olacaqsınız. Ona görə də növbə hələ az ikən sıraya qoşulmağınızı tövsiyə edirəm. Bəli, bəzən 35-40 dəqiqə gözləməli olacaqsınız, amma əvəzində gəmidə daha yaxşı yer seçmək və mənzərədən rahat şəkildə zövq almaq imkanınız olacaq. Bir tövsiyəm də odur ki, gəmi gəzintisini gün batımına yaxın saatlara planlaşdırın. Belə etsəniz, həm dənizin üzərində gün batımını izləyə, həm də Bakının axşam işıqları yavaş-yavaş yanarkən şəhərin tam fərqli gözəlliyinə şahid ola bilərsiniz. Gün batımını gəminin göyərtəsində qarşılamaq bu gəzintinin ən yadda qalan anlarından biridir. Fürsətiniz varsa, məhz bu saatları seçin və bu möhtəşəm mənzərənin dadını çıxarın. Dostlar, artıq gəmi gəzintisi ilə bağlı bilməli olduğunuz ən vacib məlumatları və kiçik tövsiyələri sizinlə bölüşdüm. İndi isə icazənizlə 1-2 dəqiqə sizinlə səmimi söhbət etmək istəyirəm. Əvvəlcə kanalımıza göstərdiyiniz dəstəyə görə hər birinizə ayrı-ayrı təşəkkür edirəm. Kanalımız cəmi 3 aydır ki, fəaliyyət göstərir. Bu qısa müddətdə 100-dən çox abunəçiyə və 1000 saata yaxın izlənmə müddətinə çatmışıq. Yeni bir kanal olaraq bunlar bizim üçün çox dəyərlidir və hər birinizin dəstəyi bu nəticələrdə böyük rol oynayıb. Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Bəlkə də maraqlanırsınız ki, bu kanalı digər səyahət kanallarından fərqləndirən nədir? Mən hər videoda özümü göstərmirəm. Əksər hallarda əvvəlcə görüntüləri çəkir, sonra isə sakit mühitdə onları səsləndirirəm ki, məlumatları daha aydın və dolğun çatdıra bilim. Təbii ki, zaman-zaman videolarda da özümü də görəcəksiniz və çəkiliş zamanı da sizinlə söhbət edəcəm. Amma kanalımızın əsas məqsədi tamam başqadır. Biz sadəcə gözəl görüntülər paylaşmaq istəmirik. İstəyirik getdiyimiz hər bir yer haqqında elə ətraflı məlumat verək ki, siz əlavə video axtarmağa ehtiyac duymayasınız. İstəyirik videolarımız sizin üçün kiçik bir bələdçi rolunu oynasın. Hətta bir dəftər və qələm götürüb vacib məqamları qeyd etsəniz, həmin plana əsasən rahat şəkildə səyahətinizi təşkil edə bilərsiniz. Buna ən yaxşı nümunələrdən biri Qubanın Qırızdəhnə kəndində yerləşən Mountain Breeze haqqında hazırladığımız videodur. Video təxminən 16 dəqiqədir və orada çox detallı məlumat paylaşmışıq. Məhz buna görə yeni kanal olmağımıza baxmayaraq
Həmin video artıq 6000-dən çox izlənib, 100-dən artıq bəyənmə toplayıb və yüzlərlə saat izlənmə müddəti qazanıb. Bu da mənə göstərir ki, insanlar sadəcə mənzərə yox, faydalı məlumat da axtarırlar. Məsələn, həmin videoda şəxsi avtomobili olmayan biri üçün bütün marşrutu addım-addım göstərmişik. Səhər tezdən Bakıdan necə çıxmaq, avtobusla Qubaya necə getmək, oradan hansı taksidən istifadə etmək, hətta yerli insanların bildiyi rahat marşrutları necə tapmaq. Bunların hamısını özümüz araşdırıb sınaqdan keçirdik və sonra sizinlə paylaşdıq. Məhz buna görə bu kanalı qurmuşuq. İstəyirik həm Azərbaycanın, həm də gələcəkdə xarici ölkələrin maraqlı məkanlarını addım-addım araşdıraq və sizə elə bir səyahət planı təqdim edək ki, ora gedəndə vaxtınıza da, pulunuza da qənaət edəsiniz. Məqsədimiz daha az xərc və daha düzgün planlama ilə daha çox yer görməyinizə kömək etməkdir. Əgər bu cür videoları faydalı hesab edirsinizsə, kanala abunə olmağı, videoları bəyənməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Sizin hər bir dəstəyiniz bizə daha keyfiyyətli və daha faydalı videolar hazırlamaq üçün motivasiya verir. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, salamat qalın və növbəti səyahətlərdə yenidən görüşmək ümidi ilə. Allah'a emanet olun.